Salyan rayonunda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Salyanın Çadırlı kəndində yaşayan bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət ediblər. Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyin Cavanşiroğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırılıb. Lakin gec olub. Səhər yenidən uşaqlardan birinin halı pisləşib, həkimə müraciət olunmayıb və axşamüstü 15:00 radələrində yenidən Şirvan şəhər Mərkəzi Xəstəxananın acil şöbəsinə gətirilib, artıq həkimə qədər bioloji ölüm təsdiq olundu. İlkin səbəb kimi, ilkin diaqnozumuz, ilkin müraciət vaxtı bağırsaq infeksiyasından şübhələndik. İlkin məlumata görə ailənin zəhərlənməsinə konservləşdirilmiş tərəvəz məhsulu səbəb olub. Adi insan evdə nə yeyir? Huzbaş yeyiblər. Şorba da yemiblər. Şorba da yeyib deyəsən. Evdə hazırlanmış ketçubatdır. Şorba. Hamısı bir ailənin üzvüdür. Hamısı bir ailənin üzvü, cavan ailədirlər. 2 qızdır, bir anası, bir oğlu. Oğul indi rəhmətə gedib, qızlar da göndərdi, gətirsinlər bura. Nəzarətdə qalsın acildə. Hadisə ilə bağlı araşdırma aparılır.